Azərbaycanda üzən ada. Həqiqətənmi bu ada yerini dəyişir? Yerin Qulağı kanalı olaraq həmin yeri görməyə getdim. Həqiqətən də ada üzür. Bəs nədir bunun səbəbi? Bu ada harada yerləşir? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda üzən ada. Gəncləri sahildən uzaqlaşdıran şok hadisə. Dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən, illərdir sirri tapılmayan yer. Yerin Qulağı YouTube kanalı Azərbaycanın ən qeyri-adi yerlərindən biri. Naxçıvanda əsrarəngizliyi ilə minlərlə turisti özünə cəlb edən Batabat gölü ilə bağlı inanılmaz məlumatları təqdim edir. Bu dəfəki səfərimiz əsrarəngiz təbiəti ilə seçilən Naxçıvana oldu. Təbii ki, Naxçıvana getmişkən oranın üzən adasını görmədən qayıtmaq olmazdı. Üz tutduq həmin yerə. Batabat gölü, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göldür. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Naxçıvan şəhərindən 62 km şimal-şərqdə yerləşir. Şahbuz Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir. Göl Naxçıvanın dağlıq hissəsində, dəniz səthindən 2424 metr yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli Alp çəmənliklərinin əhatəsində yerləşir. Batabat gölü mənzərəsi ilə yanaşı, üzən adası ilə turistləri cəlb edir. Bəs bu üzən ada nədir? ...16 hektar sahəsi olan şirin sulu göl, suyun səthində üzən torflu ada diqqəti cəlb edir. 16 hektar sahəsi olan şirin sulu göldə suyun səthində üzən torflu ada diqqəti cəlb edir. Yerli sakinlərin dediklərinə görə, bu ada müntəzəm olaraq yerini dəyişir. Hər ay sanki üzür. Bu qeyri-adi mənzərəni görmək üçün biz də bir neçə saat həmin adanı izlədik. Ada tamamilə torf və otdan ibarətdir və gölün dibinə qoşulmur. Buna görə də yavaş-yavaş hərəkət edir. Adanın hərəkəti isə küləyə bağlıdır. Külək hansı istiqamətə əssə, ada o tərəfə doğru hərəkət edir. Rəvayətə görə bir dəfə xoşagəlməz hadisə baş verib. Gənclər yığılıb yenə adada istirahət ediblər. Başları qarışıq olub. Külək adanı sahildən uzaqlaşdırıb. Onlar da qalıb donurlarmış. Sonra səhərə yaxın külək adanı yenidən hərəkətə gətirib və onlar geri qayıda biliblər. Həmin vaxtdan daha adaya getməyə icazə verilmir. Səbəb isə təhlükəsizliyin hər şeydən önəmli olmasıdır. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium, natrium, maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və göz oxşayan dağ landşaftı gölə təkrar edilməz kolorit verərək Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir. Cənnət bağı deyilən bir yer vardı. Çıxırdıq o dağın kəlləsinə, daşlarla yapışa-yapışa. Arısa 2 saat ərzində buranı tam şəkildə gəzə, görə, hər yerlə maraqlana bilərsiniz. Ki insanlar burada qurbanlarını da kəsirlər. Əsabi kəsə. Hava Naxçıvanda çox yaxşıdır, həqiqətən əla gündür. Gördüyünüz kimi quşların cəhcəhi çox gözəl. İndi görək Əsabi kəsdə sona qədər qalxa bilirik dağın başına qədər. Sərindir. Hətta yuxarı qalxdıqca daha da sərt olacaq. Görək yuxarı qalxa bilirikmi?
Görək qalxa bilirikmi? Başladıq demək. Artıq 50 metrə yaxın qalxmışıq. Onu deyim ki, indidən hava təsir edir. Baxın, görün buradan atılan mənzərəyə. Çox. Siz də gələndə nətə boş idi? Yəni ağaclar sat yox idi heç nə? Heç bir dənə də. Buralar pilləkan yox idi ki, bunlar. Əvvəl necə qalxırdınız bura? Buralar, hə? Pilləkan olmayanda nə ilə qalxırdılar? Ayağla. Yəni yer bəs Pilləkan zad yox idi ki, qalxırdıq bura, çıxırdıq orada bir cənnət bağı deyilən bir yer vardı. Çıxırdıq o dağın kəlləsinə daşlarla yapışa-yapışa. fikir verin, mənzərə inanılmaz dəqiqədə. Biz artıq yorulub, yarılamışıq. Artıq yaxınlaşmışıq demək olar ki, belə görünür sona qədər çıxacağıq. İndi harsa bir 15 dəqiqədə gəlirik. Tam qayaların arası ilə keçirik indi. Deməli, biz bura qədər qalxdıq. Ən yüksək yerdir bura artıq. Bura mağaralar, baxın buralarda sondur artıq. Bura qayaların son bitişdiyi yerdir. Sözün biraz da burada hətta təhlükəli yerlər var. Baxın, ən cins nöqtə. Bəli, biz artıq sona qədər çıxdıq. Haradasa 20 dəqiqəyə buraya çıxa bildik. Gördüyünüz kimi çox yorulduq ayıqda. 20 dəqiqə, 5 dəqiqədə ortalarda dincəlməklə, oturmaqla. Düz, yəni elə yaşlı adamlar var, çox tərəfsiz oturmadan çıxırlar. Hətta söhbətləşdik deyir. Bir dayı bizə dedi ki, yox, bura oturmaq üçün olmaz. Birbaşa qalxacam deyə və qalxdı yəni. Çox fərqli bir yerdir. Çox az şəkildə günəş düşür. Çox az bir hissə boşdur ortası. Görün ancaq necə fərqli bir aurası var. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.